Xeyr. Bugünkü dərsimizdə qoşa O, qoşa İ və O-A hərf birləşməsini öyrənəcəyik. Söz içində iki O hərfini yan-yana gördükdə bu hərf birləşməsini ya qısa U, ya da uzun U olaraq oxuyuruq. İki nöqtə uzatmanı bildirir. Diqqətinizə bir məqamı çatdırmaq istəyirəm. Bu hərf birləşməsindən sonra D və K hərflərindən hər hansı biri gələrsə, o zaman bu hərf birləşməsi qısa U kimi oxunacaq. Əgər N, M və L hərflərindən biri gələrsə, o zaman uzun U olaraq oxunacaqdır. Qoşa İ hərf birləşməsi uzun İ olaraq oxunur. Gəlin sözlərə baxaq. Book, qoşa O-nu görürük və ondan sonra K hərfi gəlmişdir. K hərfi varsa, o zaman bu hərf birləşməsi qısa U olaraq oxunacaq. Book. Eyni ilə burada da look, took, K hərflərinə diqqət edirik. Moon. Artıq burada N hərfini görürsünüz qoşa O-dan sonra. N hərfi varsa, o zaman uzun U olaraq oxunur. Moon. Eyni ilə burada da soon, to, yəni heç bir hərf olmadığı halda sözün sonunda bu şəkildə yenə də uzun U olaraq oxunacaq. To, pull, would. Burada artıq qısa olacaq, çünki D hərfini sonda görürük. Məndən sonra uca səslə təkrar edin. Book, look, took, moon, soon, to, pull, would. Və əlavə olaraq sizə bildirim ki, danışıqda əgər siz ingilis dili ilə akademik səviyyədə məşğul olmayacaqsınızsa, bunun o qədər də danışıqda önəmi yoxdur. Yəni danışarkən bu formada danışsaz çox yaxşı, yəni qısa U və uzun U-lara diqqət edərək. Ümumiyyətlə ingilis dilinə əgər davam etsəz gələcəkdə, sözləri öyrənərək avtomatik olaraq sizdə vərdiş yaranacaq. Yəni qaydaya diqqət etmədən artıq hansı sözün qısa, hansı sözün uzun olduğunu bilmiş olacaqsınız. Yəni bunu istifadə edərkən heç bir qaydanı, yəni göz önündə tutmadan rahat deyəcəksiniz. Dediyim kimi qoşa I isə uzun I səsi verir. See, need, reels, speed, Lee, sweet, street, deep. Məndən sonra təkrar edin. See, need, reels, speed, Lee, sweet, street, deep. O-A hərf birləşməsi uzun O səsi verir. Və diqqət edin, bu uzun O səsinin tərkibində U yoxdur. Yəni O hərfinin əlifbadakı adı O olaraq olur. O. Lakin bu hərf birləşməsində ancaq təkcə O səsini uzadırıq. O. Gəlin sözlərə baxaq. Bought, caught, road, toast, roast, call, lawn, goal, soap, cocoa, oak, goat, loaf, sock, load, moon. Məndən sonra təkrar edin və təkrar edərkən hər bir sözün içindəki olan öyrəndiyimiz bu O-A hərf birləşməsinə diqqət edərək təkrarlayın. Bought, caught, road, toast, roast, call, lawn, goal, soap, cocoa, oak, goat, loaf, sock, load, moon. İndi isə bugün öyrəndiyimiz hərf birləşmələrinə aid söz nümunələrini qarışıq formada oxuyacağıq. Qısaca qaydalara bir daha nəzər yetirək. Qoşa I uzun I səsi verdi. Qoşa O ya qısa U ya da uzun U səsi verir və qısa və ya uzun olması asılıdır. Ondan sonra gələn samitlərdən D, K hərflərindən biri gələrsə qısa U, N, M, L hərflərindən biri gələrsə uzun U kimi oxunacaqdır. O, A hərf birləşməsi isə uzun O səsi verir. Would, diqqət edirik, qoşa O-dan sonraki hərflərə. Qısa olacaq burada. Would, caught, book, road, toast, deep, roast, call, look, lawn, goal, soap,
need, cocoa, soon, oak, goat, see, love, sock, load, speed, oak, book, need, call, roast, speed, lawn, soap, wood, coat, cocoa, sock, load, look. İndi isə əvvəlki dərslərdə keçdiyimiz qaydalara aid söz nümunələrini möhkəmləndirmək üçün bir daha oxuyuruq və diqqət edirik, bu sözlərdə yardımçı hərflər rəngli formada göstərilməyib. Ice, cyber, cancel, rice, send, city, trace, pencil, civil, sell, cold, cup, cute, cop, car, can, came, cycle, coke, cat, angel, gender, energy, geology, wage, dog, gave, gate, glue, gum, gym, age, rigid, gem, page, game, good, go, bag, green,